Arkadaş bunlar kimdir? Ben görürüm videodan. Telefondan bakıyorum. Format. Telefonun ekranında. Ben onları görürüm. Elimizden gelen ekibler halkını seviyoruz ki İnşallah gelecek yarışlarda da bakalım böyle seveceğiz inşallah. Hacı ne tatmadı gözüyle görüşte. Görüyorlar takımı şart oldu. Çok sağ olun. Sağ olun. Doğudan 18 medal kazanmak. Yani ben serbest süreçleri demek istedim. 6 seçki derecesinde bir mübarizə aparırdıq. 6 seçki derecesinden 5 medal kazanmak. Komanda hesabında birinci yere tutmak. Ben yani doğudan da çok sevinçliyim. Ancak biz Kızıl'a yani köşlenmişti komandanı. Kızıl kazanak. Belə alında kısmet Allah'tan. Bu günləri Allah'a kurban olum ki komandamız uğurlu netice kazandı. Biz bu qələbələrimizlə çox sevinirik. Bundan sonra da çalışacağıq ki bu qələbələrimizi davam edək. İnşallah Allah'ın əlinə. Mən Göygöl'də təlim məşq toplanışında demiştim uşaqlarla bir yerdə aprel ayında döyüşlər gedirdi. Biz bu qələbələrimizi aprel ayında o şəhid olmuş şəhidlərimizə həsr edirik və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik, onların xatirəsinə həsr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin və onların valideynləri, ataları, anaları, bacıları və bilsinlər ki, onların qardaşları var, balaları var və biz xalqımızla, millətimizlə fəxr edirik və biz inanırıq ki, Cənab Ali Baş Komandanımızın rəhbəri ilə çox qələbələrə biz nail olacaq. Allah Teala devlətimizi qorusun, Allah sizlərdən də razı olsun ki, inşallah bizlərə belə dəstək oldu. Sağ olun, var olun, Allah sizlərin canını sağ olsun. Orada sevindim. Çıklar rektorlarla. Her boş vatana kaitmadım da o boyda elde ki. Я медална çok sevindim. Получается, он ошибся, а я потеряла медаль. Ну, как бы, в принципе, такое бывает. Они говорят, там, чтобы активнее, чтобы, может, ну, чтобы какие-то делали приемы, чтобы было какое-то, чуть-чуть зрелище, потому что если будет двое стоять, там, ждать только пассива, будет неинтересна борьба. И судья, как бы, дает стимул, чтобы кто-то что-то делал, но иногда он дает не в ту сторону, куда надо. Сейчас вы довольны результатом? Да, я довольна, я благодарна Богу за эту медаль. Она для меня далась тяжело. Это, может, до финала выглядело, что так все легко и просто. А этих 4 года, в принципе, я родила второго ребенка, восстановилась, выиграла европейские игры. То есть я довольна, это такая, это Божья воля на это была, значит, еще все впереди. Спасибо. Нуриком. И как бы должна была перекидка, потом в конце решили все-таки без перекидок отправить меня. Конечно же, хотелось всех обрадовать золотой медалью, но не получилось на этот раз. Только пришлось обратно. Всем большое спасибо за такой прием, очень много людей. И большое огромное спасибо всем. Kamera buraya bak, kamera. Kamera bir tane. Tebrik ederim. Çok sağ olun. Bizce de Gel adam da tebrik ediyorum. Yolu başa. Çıkışın bu arada ne diyebiliriz? Çıkışın var eder. ne
Üç medal gətirmişsən, bununla bağlı, yəni ki, sevinirsən. Bəli, sevirəm, çox şadam. Çox şadam ki, mən bu qədər adam qarşılayıb. Hamısına sağ olsun. Сумбур пока жесть, не понимает, что происходит. Здесь надо отдохнуть хорошо, потом, иншаллах, понятно будет здесь. Ну вот что значит для вас эта золотая медаль? Ну, я не знаю, гордость за страну, да, она нужна была. Хвала Всевышнему, мы ее взяли все вместе. Что изменилось в вашей жизни вот за эти несколько Как у меня, я только прилетел, у меня что изменится? Ничего не изменилось. Поздравляю всю Азербайджан, весь народ. Я поздравляю с азербайджанской русской золотой медалью. Это общая заслуга. Все, спасибо всем большое. 18 medal. Bu bir daha mən təkrar edirəm ki, Azərbaycanda Olimpiya hərəkatından xəbər verir, Azərbaycanda idmana qayğısından xəbər verir. Gələn üzümüzə gələn Yaponiya Olimpiyadasında bizim medalımız artıq, əgər burada 8 oldusa, orada artıq 30 olacaq, 30'u gözləyin. Və lisenziya qazanlarımızın sayı da 100'e çatacaq, Allah qorusun. Bu arzularla yaşayırıq, bu arzularla, ən xoş arzularla hamımızı təbrik edirəm. Ay yolda şehirler adamlar sonra gider.